Hı. Ucu 3-cü həftəyə giririk. Tərəflər bir-birinə şapla-şap şəpləyir. Ortada qəti qalib formasiyasına sahib biri yoxdur. Tramp cəmaata nağıllar danışır, inandırmaq istəyir ki, biz qalib gəlmişik. İran isə hakimiyyətdə qalmaq üçün lazım olsa öz əhalisinin yarısını gəzməyə göndərər. Trampın ürəyi sıxılır, Netanyahu harda bilinmir, təzə Xomeyni isə Rusiyada müalicə alır. Nəticədə isə ortada qalan yetim yesirdir. Onların da şəraiti olsa bütün ölkədəki qıfılları yığıb onların ağzına Bu apokalipsisin ortasında seçilən tək nəsnə isə bax bu oldu. Mənim uşaq vaxtı düzəltdiyim kağızdan samolyotlara oxşayan zərbə dronu. Şahid 136. Yüngül, keyfiyyətsiz, amma Matyevo bir ay ərzində en qədər istehsal edə biləcəyiniz uçan moped. Uçan moped? Məndən olsa adını drujba motoru qoyardım. Uzunluğu 350, eni isə 250 cm, çəkisi 200 kg, daşıma qabiliyyəti isə təxminən 50 kg. Короче, любой время, любой yerdə öz sözünü deyə bilir və hətta turistlərə rahat yatmağa qoymayacağına söz verib. Bu da məşhur Booking servisində Dubayda otelin vurulmasından sonra qeyd edilən şərh. Hər şey yaxşıdır, sadəcə hava hücumundan müdafiə sistemi işləmir. Söhbət